Uşaqlıqdan bəri hər zaman 1964-cü ilin Chevrolet Impala SS kabrioletinə sahib olmağı arzulamışam. 1960-cı illərin əsl Amerika simvoluna. Mənim üçün bu avtomobil sadəcə bir maşın deyil, uşaqlıq arzumun bir parçasıdır və bir gün onu tapdım. İllərlə tərk edilmiş bir 1964 Impala SS. Toz içində, boyası soyulmuş, kuzovu paspasmış, mühərriki isə tamamilə ölü vəziyyətdə idi. Əvvəlki sahibi onun dəyərsiz olduğunu, bir daha işləməyəcəyini deyirdi. Amma mən mümkünsüz sözünə heç vaxt inanmamışam. Cəmi $100 aldım və bu, unudulmaz bir yolçuluğun başlanğıcı olacağını bilirdim. Bugün onu qarajıma gətirirəm ki, tam bərpa və yeniləmə prosesinə başlayım. Məqsədim, onun klassik gözəlliyini qorumaqla yanaşı, ona yenidən həyat vermək. Onu daha güclü, daha sürətli və yenidən küçələrin hökmdarı etməkdir. Bu sadəcə bir bərpa layihəsi deyil. Bu, pas içindəki bir dəmir parçasını təkərlərin üzərində bir şahəsərə çevirməyin hekayəsidir. Diqqətdə qalın. Çünki 1964 Impala SS kabrioletinin geri dönüşü sizi heyrətləndirəcək.